Yasamal rayon icra hakimiyyəti köhnə qəbir yerlərinin satılmasında günahlandırılır. Bölgə TV tribuna ifaza istinadən xəbər verir ki, bu iddianı Yasamal rayon sakini Seymur Hacıyev söz gedən icra hakimiyyətinin rəsmi Facebook səhifəsində yazıb. Belə ki, Yasamal icra hakimiyyəti yanvar ayında sakinlərlə keçirdiyi görüşlə bağlı paylaşım edib. Bu paylaşıma gələn şərhlərin əksəriyyəti isə sakinlərin şikayəti olub. Şikayətçi Seymur Hacıyev iddia edib ki, Yasamalda köhnə qəbir yerləri gizli formada sayılır. İnsanların qəbirlərini satırlar, qohumları tapa bilmir, xüsusilə baxımsız qəbirləri satırlar. Yasamal qəbirstanlığında reyestri yox, sıra kitabı yox, biabırçılıqdır. Ancaq sakinlərin şikayəti bununla bitmir. Bəzi sakinlər də icra başçısının sakinlərlə görüş vaxtlarının gizlədilməsindən şikayətlənib. Sevil Cəbilova bildirib ki, icra başçısının görüş vaxtlarını bilmirlər. Səhifənizdə icra başçısının qəbul vaxtını paylaşın. Yasamal sakini olaraq biz də şikayətimizi çatdıraq. Bu iddia və şikayətlərlə bağlı Yasamal icra hakimiyyətinin mövqeyini öyrənmək istədik. Lakin zənglərimizə cavab verən olmadı. Yasamal icra hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq. Rəna Rövşən qızı, Bölgə TV.